Salam, bugün mən diqqət eksikliyi hiperaktivite haqqında məlumat vermək istəyirəm. Valideynlərin də ən çox verdiyi suallardan biri, doktor, diqqət eksikliyi hiperaktivite məktəb dönəmindəmi ortaya çıxır? Yox, əslində diqqət eksikliyi hiperaktivite beynin neyroinkişaf xəstəliyidir. Doğulandan uşaqda var olan bir problemdir. Ancaq daha çox məktəb dönəmində niyə valideynlər bunu müşahidə edir? Çünki uşaq kiçik yaşlarda uşaq evdə çox hərəkət etdiyində və ya bağçada çox hərəkət etdiyində valideyni və bağça müəllimlərini çox narahat etmir. Ancaq məktəbə başladıqda uşaqda disiplin rutin olaraq oturması istəndiyi üçün uşaqda artıq hərəkətlilik, hiperaktivlik olaraq özünü göstərir və uşaq qalxır sinifdə hərəkət edir, gəzir, yanındakilərlə söhbət edir. Ondan sonra artıq valideynlərə də müəllimlər tərəfindən şikayətlər gəlir ki, uşağınız çox hərəkətlidir. Ancaq valideynlərə də buradan bildirmək istəyirəm ki, bu beynin neyroinkişaf xəstəliyidir və beyində dopamin norepinefrin əksikliyinə bağlı yaranan bir problem. Yəni uşağınızda belə problemlər varsa, bir uşaq və yeniyetmə psixiatrına və ya uşaq psixoloquna müraciət edə bilərsiniz.